Özün necə istəyirsən? Yox, mən artıq mənə baxmaq neysə, mən rəqib deyiləm, yəni mənə elə baxmaq lazım deyil. İndi gülə bilərsən, sonra isə rəqibə ciddi baxarsan. Həyəcan yoxdur ki? Qəti. Uzun, neçə müddət hazırlaşsan bu döyüşə? 2 ay. 2 aydır və sən hazırsan. Bravo. İndi isə növbəti iştirakçımızı burada dəvət edirik dostlar. Göykünç, boks üzrə Respublika çempionu, yaş 21. Boy 1.90. Çəki 68.8. Peşəkar boks. Bir döyüş, bir qələbə. Məmmədov Ruslan! İdmançılar, arkadaşlar və mən Ruslan'la bir sözünü istəyirəm. Ruslan, necə istəyirsiniz? Mən çox yaxşıyım. Bugünkü döyüşdən nə gözləyirsən? Hədiyyə nədir? Qalib gələcəksən? İnşallah. Hədiyyə də olacaq, narahat olma, bu zarafat idi. Əgər ruh yüksəkliyi yüksəkcəli ki döyüşçüdə, dəyərli hakimimiz buyursun, onları yaxınlaşdırsın. Qalib Əbiyev bizim hakimimiz, beynəlxalq hakimimiz artıq idmançılarımızı hazırlayır, yoxlayır onları, onlar tam hazırdılar, yoxsa yox. Hazırdılar. Bəli, hörmətli tamaşaçılar, artıq növbəti idmançıları təqdim etdilər. Xanbala Qurbanov və Ruslan Məmmədov. Rasman, Ruslan Məmmədov bildiyimiz kimi tanınmış boksçumuz Teymur Məmmədovun qardaşıdır və idmançıdır və onun rəqibi də çox istedadlı, texnikalı bir boksçudur Xanbala Qurbanov. Siz nə deyə bilərsiniz bu idmançılar haqqında? Hər iki boksçu cavandılar. Birinin 21, obsinin 20 yaşı var. Bəli, 24. Aha. Ruslan Məmmədovu mən yaxından tanıyıram. Ona görə ki, bu uşaq bizdə məşğul edib, məşğul olub. İlham Əlimcanov da öz böyük qardaşı kimi. İndi Teymuru da gördüm küncdə. Və bu boksçu yenilmələr arasında Azərbaycan çempionu olub. Birinciliğin qalibidir. Və çoxdan da görmürdüm. İndi yəqin ki, məşqləri başlayıb və deyəsən dübüt edir.